Şagirdlərin çətinlik çəkdiyi ontogenez məsələlərinin birinin izahını vermək istəyirəm. Güvən testinin 65-ci suala baxırıq. Ad dovşanın yumurtalığının yetişmə zonasına daxil olmuş 4-2 cinsiyyət hüceyrəsindən yetişmə zonasının sonunda əmələ gəlmiş qametlərdə DNT-lərin kütlələrinin cəmini istəyir bizdən. Deməli, biz bilirik ki, bir ədəd 2 cinsiyyət hüceyrəsində xromosom dəsti 2N, 4C, 4D olur. Yəni, DNT-miz 4D olur. Meyoz prosesi nəticəsində bir qamet yaranır, 3 hüceyrə və uyanıcı cisimcik onlarda məhv olur. Deməli, 1-2 cinsiyyət hüceyrəsində neçə qamet yarandı? Bir qamet yarandı. Qametin xromosom dəsti necə olur? Meyoz keçirdiyi üçün olur N, C, D. DNT nə oldu? 2 cinsiyyət hüceyrəsindən 4 dəfə azalmış oldu qametdə. 1-2 cinsiyyət hüceyrəsindən bir ədəd qamet yaranırsa, bizə verdiyi şərtdə 4-2 cinsiyyət hüceyrəsindən neçə ədəd qamet yaranacaq? Deməli, 4 ədəd də qamet yaranacaq. Deməli, biz 4 ədəd qametdə DNT-ni kütləsini tapmalıyıq. Yəni, 4D-ni tapmalıyıq. Bax, elə bizim şərtdə də 2 cinsiyyət hüceyrəsində DNT-nin kütləsini vermişdi. 4,2. 2 cinsiyyət hüceyrəsində DNT-miz nə qədər idi? 4D qədər idi. 4D 4,2-yə bərabərdir. Biz də tapdıq ki, 4 ədəd qamet yaranır. Hər birində 1 D olduğu üçün 4D-ni tapacaq. Burada təzədən 4,2-ni daha 4-ə bölüb yenidən 4-ə vurmağa ehtiyac olmadığı üçün deməli, elə 4D bizə lazım idi. Şərtdəki 4,2 də 4D-yə bərabərdir. Elə cavabımız da 4,2 vur 10 üstü 14, yəni C variantı olacaq.